Əziz valideynlər, dəyərli dostlar, mənim adım Sada Əlviyəcevdir. Biz Esmir xanımın həm ailə dostumuz, həm bir yaxınımız, həm də bu yaxınlarda bizim bir balaca övladımıza həyatına elədiyi kiçik toxunuşlarla daha da səmimi olmuş bir insanıq. Ümumiyyətlə, ailə çox vacib faktordur və hətta bizim ən həssas yerimizdir bu həyatda və bunun içərisində isə özəlliklə uşaqlar. Həyatımızın bəlkə də ən çox məna yüklədiyimiz hissəsidir. Bunun içərisində valideynlikdən ziyadə dayılıq daha məncə özəl bir yerə məxsusdur. Çünki dayı olaraq hər zaman öz kiçik prototipimizi, biz junior versiyamızı görürük. Mənim də bir bacımın oğlu var, adı İbrahimdir. Bəzən zarafatla da deyirik, dayılıq müqəddəsdir, əmirlər bilməz kimi bir zarafatımız da var. Bacım oğlunda bir qısa müddətli müəyyən bir müşahidəmiz oldu. Bu müəyyən aqressiv hərəkətləri, öz çevrəsinə qarşı asosial olması, ailə içi öz bacısına və digər uşaqlara qarşı olan belə qısqanclıq halları, gecə yuxularının pozulması, səbəbsiz ağlamalar, xüsusi diqqət çəkəcək hərəkətlərə səbəb olması, bu aqressiya, ağlama, xüsusi qorxuları var, səbəbsiz qorxmaları, bu kimi simptomlar ailə içində biz müşahidə etmişdik və bu müşahidələr bir müddətdən sonra ağlamaları daha kəskin hala gəldiyi zaman artıq biz bir peşəkar köməyə ehtiyacımız olduğunu hiss etdik. Şanslıyıq ki, həyatımızda Esmir Qafarov kimi bir dostumuz, bir ailə yaxınımız var. Mən müraciət elədim, sağ olsun bütün səmimiyyəti ilə, bütün peşəkarlığı ilə bizi dəvət etdi, ilkin yoxlanışdan keçirdik, müəyyən diaqnoz qoyuldu, hətta bunların içərisində gecə enerji də var ki, bu bizi daha çox narahat edirdi. İlkin periodda hissəli şəkildə hər bir simptomla bağlı ayrıca həm peşəkar komanda, həm də Esmir xanımın şəxsi diqqəti nəticəsində demək olar ki, bütün o çatışmazlıqlar və müşahidə etdiyimiz çətinliklər aradan qalxdı. Enerji isə demək olar ki, 80%-ə qədər aradan qalxıb ki, hal-hazırda o proses davam edir və biz məmnunuq. Və mən buradan bir bəlkə də mənim mövqeyim deyil bir dayı olaq nəsə demək, bəlkə valideynlər daha bunu yaxşı hiss edir, amma məncə biz müəyyən vərdişlər necə ki, həyat bizdə formalaşdırır, bunların içərisində övladlarımıza bir peşəkar gözü ilə baxmaq vərdişini də ailəmizə qatmalıyıq deyə düşünürəm. Çünki həyat elədir ki, bizim öz qaça-qaçımız, qova-qovumuz var. Uşaqlar bəzən diqqətimizdən yayına bilər və yaxud da onlardakı hansısa bir vərdişlər, xasiyyətlər bizə normal gələ bilər. Ona görə də tibbi tərəfini bilmirəm, bir inisiativ olaraq deyirəm, bəlkə rüblük, bəlkə 6 aydan bir peşəkar məsləhətinə, bir baxışına müraciətimiz olmalıdır deyə düşünürəm. Və daha yaxşı olar ki, o insanlarla dostlaşaq və həyatımızda yer alsınlar. Çünki ən yaxşıları hər zaman həyatımıza dəyər qatır. Esmir xanım kimi. Təşəkkür edirəm komandasına da, əməkdaşlarına da və şəxsən özünə və ailəsinə. Çox sağ olun.